Assalamu alaikum ve rahmetullah. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. As-salatu vesselamu ala eşrefil enbiya vel mursalin. Seyyidina ve nebiyyina ve habibi kulubina ve şefi'i zunubina Ebil Qasimil Mustafa Muhammed. Allahümme salli ala Muhammedin sallallahu aleyhi ve ala alihi tayyibine tahirin ve la'natullahi ala a'daihim ecma'in minel ana ila qiyam yevmiddin. Euzu billahi mineşşeytanirracim. Usikum ve nefsi bitaqvallah. Hem size hem özüme ilahi təqvaya riayət etməyi tövsiyə edirəm. Əziz müsəlmanlar, əziz möminlər, biz birinci xütbəmizdə bir tarixi günün haqqında danışacağıq və bilirsiniz ki, biz tarixi bir, şanlı bir səhifənin, bir günün astanasındayıq və bugünkü cümə xütbəmizin ilk xütbəsində 107 il öncə Azərbaycanımızın tarixində baş verən ən önəmli hadisələrdən birinə toxunacağıq. 1918-ci ildə, mayın 28-də İstiqlal bəyannaməsinin elan olunması ilə Müsəlman şərqində ilk demokratik respublika, Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı və Azərbaycan Xalq Cümhuriyyəti Müsəlman şərqində ilk demokratik respublika olmaqla yanaşı xalqımızın da tarixində mühüm bir hadisə idi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında bizim böyük şəxsiyyətlərimizin, tarixi şəxsiyyətlərimizdən olan Məhəmməd Əmin Rəsulzadənin, Nəsib bəy Yusif bəylinin, Fətəli xan Xoyskinin, Əlmərdan bəy Topçubaşovun, Xəlil bəy Xasməmmədovun, Məhəmməd Həsən Hacınskinin, Səməd bəy Mehmandarovun və digər adını çəkmədiyim dəyərli şəxsiyyətlərin böyük rolu oldu. Və 20-ci əsrin əvvəllərində Azərbaycan xalqı üçün milli oyanış tarixini canı və qanı bahasına yazan və yaradan şəxsiyyətlərin zəhməti nəticəsində 1918-ci ilin mayın 28-də Azərbaycanın istiqlalının əsası qoyuldu. Və bu elə bir özül oldu ki, Azərbaycanımız üçün ki, bundan sonra da illər boyu olan dövlətçilik ənənələrimiz, siyasi millətçilik prinsiplərimiz ona borclu qalacaq. Və Cümhuriyyət ilk növbədə dünyanın siyasi xəritəsində Azərbaycan adlı müstəqil dövlətin varlığını bəyan elədi. Və bu yolla Azərbaycan xalqı özü öz müqəddəratını müstəqil olaraq təyin etməyə qadir olduğunu dünyaya bəyan elədi və nümayiş etdirdi. Və bu müstəqil dövlətin, cümhuriyyətimizin ən önəmli tərəfi İslam dininə olan bağlılığını ilk gündə elan eləməsi idi. İlk gündə elan olundu ki, bu yaradılan dövlətin dini İslamdır. Cəmi 23 ay yaşadı, çox təəssüflər. Birdən biz Sovetin işğalına düşməsəydik, o dövrdə qurulan dövlət indi hansı səviyyədə olardı, onu mən təsəvvür eləyəndə insanın içini rifah bürüyür. Amma təəssüf ki, bu baş vermədi və 23 il yaşasa da, amma müstəqil Azərbaycanımızın təməlin qoydu və təməl rolunu oynadı və 23 ay ərzində gözləniləndən də böyük işlər gördülər. 23 ayda elə işlər görüldü, tarixi bilənlər yaxşı bilir. O 23 ayın ərzində 30-40 ilin işini çatdırıb görə bildilər o kişilər. Və tarixi məlumatlara mən çox toxunmaq istəmirəm, lakin bir qədər müstəqillik neməti barəsində danışmaq istəyirəm. Bu vacib bir nemətdir və bunun qədri bilinməsi lazımdır. Bir xalqın öz milli və dini kimliyini sərbəst yaşaya və yaşada bilməsi üçün onun müstəqil dövlət olması əsas şərtdir. Əgər müstəqillik yoxdursa, din etiqad azadlığından da danışmağa dəyməz. Necə ki, Sovet dövründə danışa bilərdiniz,
Kimsə danışa bilərdi, din etiqad azadlığından mümkün deyildi. Kimsə öz dinini təbliğ eləyə bilərdimi? Kimsə efirdənmi deyə, ya sosial hər hansı bir şəbəkə yox idi o vaxt, qəzetlər vasitəsilə, jurnal vasitəsilə, ya məsciddə minbər vasitəsilə, ay cəmaət, gəlin sizə din təbliğ eləyirəm kimi bir səlahiyyətli işi icra eləyə bilərdimi? Bir neçə məscidlərə icazə verilmişdilər, o da məhdud sayda, o da müəyyən ildən sonra, repressiya bitəndən sonra, daha millətin, ağsaqqalların, alimlərin qırıb çatandan sonra icazə verdilər. Bir neçə nəfərə o da. Və əgər müstəqillik yoxdursa, dini etiqad azadlığından da danışma yoxdur. Və necə ki, kommunist Sovetin işğalçı qızıl ordusu ölkəmizi işğal eləyib, Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyətinə son qoyandan sonra dini ifadə azadlığı tamamilə əlimizdən alındı. Və Sovetin ilk mərhələlərində din və dindarlar əleyhinə amansız tədbirlər görüldü və minlərlə, yüzlərlə alimimiz, şairimiz, ədibimiz, ziyalımız, xalqın, millətin rifahı naminə, onun maariflənməsi naminə canın az qala fəda eləyən insanlarımız öldürüldü, repressiyaların qurbanı oldu, məscidlər bağlandı, ziyarətgahlar dağıdıldı və bütün dini mədrəsələr fəaliyyətin tamamilə saxladı. Heç bir din təbliğatı, din tədrisinə ölkədə icazə verilmədi. Halbuki ona qədər Azərbaycanımızda, nə qədər regionlarımızda, Bakı olmaq şərti ilə Lənkəran, Şamaxı, Gəncə, Qarabağ zonasında nə qədər dini mədrəsələr fəaliyyət göstərirdi. Onların hamısını bağladılar. Amma müstəqilliyimiz bərpa olmağının ilk illərində Azərbaycanda görülən, dini istiqamətdə görülən işlərdən ən birincisi dini tədris ocağını yaratmaq oldu. Müstəqilliyimizin ilk bizə verdiyi töhfə Bakı İslam Universitetinin, Bakı Ali İslam Mədrəsəsinin yaradılması oldu. Və bu yaradılmayla da dini tədris Bismillah elədi, başladı və müstəqillik neymətini elə oradan biz qədrin başladıq bilməyə. İndi kimlərsə negativ yanaşırsa, mən demirəm ki, müstəqilliyin negativləri yoxdur, var, amma o negativlərin yanında neymətləri də görmək lazımdır. Müstəqillik sui-istifadə oluna bilir, eləyirlər də bəzən. Amma bu o demək deyil ki, müstəqillik özü pis şeydir. Müstəqillik bir neymətdir, bir xalq üçün ki, onun qədrini bilmək lazımdır və müstəqillik ona görə neymətdir ki, bizi biz eləyən dəyərlər var, milli kimliyimiz, dini kimliyimiz, həmin o dəyərlərin yaşaması, təbliğ və təşviq olunması ona bağlıdır. O yoxdursa başqa cür mümkün olmayacaq. Və müstəqilliyin ilk illərində ölkədə görülən ən böyük işlərdən biri Sovetin dağıtdığı, Həzrət İmam Musa Kazım əleyhissalamın yadigarı olan Həzrət Həkimə xanımın ziyarətgahının ucaldılması oldu. Təmir bərpası oldu, qəbrinin tapılaraq üzərində o gözəl hərəmin inşa edilməsi oldu və bunu müstəqillik bizə bəxş elədi. Nə qədər gözəl ziyarətgahlarımız, məscidlərimiz bərpa olundu, yeniləri tikildi və bu müstəqillik ona görə dəyərlidir ki, ulu əcdadımızın dövründən ta bu günə qədər onun uğrunda nə qədər canlar fəda olub, nə qədər əziz insanların canı fəda olub bu xalqın müstəqilliyinin uğruna və müstəqilliyimizin, asayişimizin dəyərini bilməliyik. Vallah, balıq suda olur, suyun qədrini bilmir. Mən bugünkü dövrün qədrini bilməyən insanları qaytarmaq istəyərəm Sovetin dövrünə. Bəzən nostalgiya olur insanda, nostalgiya. Çünki insan həmişə gəncliyi nə gündə olur olsun, həmişə gəncliyini arzulayır axı. Kasıb da olsa arzulayır, varlı da olsa arzulayır, gənclikdir də. O qaytarasan bu günləri bəyənməyən insanları o Sovetin difsit dövrlərinə, o yaşadığı dövrlərə, deyəsən yaşadığın qədər görüm. Oğlu üçün ev tikib, nəvəsi üçün ev tikib, özü üçün ev tikib. İndi tik görüm Sovet dövründə bir icazə verəcəklər sənə, 2 dənə otaq artıra biləsən, ya bir dənə qapı qoya biləsən, ya bir dənə bir şey eləyə biləsən. Hər şeyi difsit idi, bəzi şeylər çatışmırdı. İndi bir balaca çətinliklər var. Mən bir balaca çətinliklərə demirəm, amma bir balaca sadəcə görmək lazımdır. O dövrdə də çətinlik var idi, indi də çətinlik var. Amma indi imkanlar daha genişdir. Bunu demək istəyirəm. İndi insanların imkanı daha genişdir, daha komfortlu şəraitdə yaşayırıq.
Daha çox özümüzü ifadə etmək bacarığımız var. Daha çox nəsə istəsək əldə edə bilirik. Bir embargo yoxdur, plan həddi yoxdur, o birisi yoxdur. İnsan işləmək qabiliyyəti varsa, zirəkdirsə, savadlıdırsa, bacarıqlıdırsa, tənbəl deyilsə, nəsə qazanmaq üçün çox şərait var. Oxumaq üçün şərait var. O dövrlərdə qardaş, indi tələbənin zirək olsun, getsin 700 balın toplasın, girsin ən gözəl universitetdə təhsilini alsın, sonra da ağlına uyğun, savadına, bacarığına uyğun da işləməyə başlasın. Amma o dövrdə bəzi fakültələr var idi ki, kasıbın balasını ora buraxan kim idi? İndi valla kasıb uşaqlar tanıyırıq ki, necə gözəl ali təhsil müəssisələrində tədris alırlar, oxuyurlar. Bacarıqları sayəsində gedib çıxırlar o yerlərə. Demirəm, hər şey idealdır. İdeal olmur heç nə. Valla çətinliklər olur, bəzi qısa qapanma deyirlər. Onlar olacaq, olacaq da. Millətin şuuru dəyişməyənə qədər bəzi problemlərin olması da qaçınılmazdır. Amma müstəqillik özü özlüyündə çox böyük nemətdir. Çox böyük nemətdir. Kənddə barmaq hesabı tapılardı namaz qılanlar. Barmaq hesabı. Bəlkə bir əli toplaya bilməzdin ki, namaz qılanların adını sayasan. İndi maşallah Sovet dövründə yaşayan əcdadımız, ata-babalarımızın burnunun ucu göynəyirdi Kərbəla üçün, Məşəd üçün, gözəl hərəmlər üçün, Allah evi üçün. Şükür Allaha, ürəyin istəyən vaxt biraz pulundan qoyursan kənara, imkanından, vaxtından ayırırsan, yollar açıq, gedib ziyarət edib gəlirsən, imkan var, şərait yaradılır. Həmd olsun Allaha, əlin çatır Peyğəmbər hərəminə, əlin çatır Məkkə-i Mükərrəməyə, əlin çatır İmam Hüseynin zirehinə. Yəni bunların hamısı müstəqillik nemətinin bizə bəxş elədiyi bu gözəlliklərdir. Və müstəqilliyin, asayişin qədrini bilmək, dəyərini bilmək lazımdır. Və müstəqilliyimiz zədələnsə əgər, asayişimiz zədələnsə əgər, nə mən burada rahat xutbə eləyə bilərəm, nə də siz gəlib rahat şəkildə burada əyləşib mənə qulaq asa bilərsiniz. Və unutmayaq ki, Azərbaycan dünyanın nüfuzlu demokratik respublikalarının yanında gənc bir dövlətdir. Gənc bir dövlətin də problemin olması qaçınılmazdır. Problemlərin olması qaçınılmazdır və zaman-zaman neqativlər də olacaq. Amma bütün bu nöqsanları ilk növbədə xalq özü düzəltməlidir. Mən həmişə bu əqidədəyəm ki, millət özün dəyişməlidir ki, çox şey dəyişsin. Biz özümüzü dəyişmək istəmədən nəyinsə dəyişəcəyini gözləməyimiz absurddur, mümkün deyil, olmur. Allah belə nizam qoymayıb. Mən dəyişim, sən dəyiş, insanlarımız dəyişsin, şuurumuz maariflənsin, zəkalı olaq, baxış açımız dünyaya böyüsün, savadlı olmağa çalışaq. İmkan qədər haqsızlıq müqabilində duruş götürməyi bacaraq, haqqımızı tələb edən olmağı bacaraq, hüququmuzu bilək, maariflənək və acıq verməyək heç kimə, Allahla Allahlıq eləməyək, fironluq eləməyək, qonşumuzun torbasını tikməyək, qohumumuzu çox istəyək, dostumuzu çox istəyək, xoş görüşlü olaq. Belə olduğumuz halda valla bu neqativlər ki, saysaz indi nə qədər saya bilərsiniz, onların hamısını düzəldə bilərik. Düzgünlüyü sevərək düzəldə bilərik. Düzgün olana dəyər verərəksə dəyişə bilərik. Dürüst olanı dəyərləndirərək dəyişə bilərik. Biz bu günləri pisləri pisləyirik. O pisləri pisləyən insanlardan siz heç bir dəfə yaxşını dəyərləndirdiyini görmüsünüz. Elə ancaq pislərin dalınca danışırıq. Yaxşı, bu pisin yanında yaxşı da var. Heç gör, heç yaxşının adını bilir, heç o. Ancaq ilişib qalıb filan kəs pisli, pis hərəkət elədi. Başa düşdü, yaxşısı da var. Yaxşı, filan müəllim savadsızdır. Müəllimlər hamısı savadsızdır deməli. Bax, çıxartdı nəticə. Kişinin oğlu güya analitik təhlil elədi, ortaya bir şey qoydu. Filan molla savadsızdır, bütün mollalar savadsızdır. Filan işin sahibi saxtakar adamdır. Deməli, o işin mütəxəssislərinin hamısı saxtakardır. Gör, bu öz aləmində ölkə xilas eləyir, bu xalqın çox istəyir. Balaca bir neqativ hadisəni bütün xalqın ayağına yazır, bütün o işin sahiblərinin ayağına yazır. Bu valla çıxış yol deyil. Bu üzr istəyirəm, deyingən qadınlar kimi deyinib günü yola verməkdir. Xalqın dəyişmək istəyən adam belə dəyişmir. Xalqın dəyişmək istəyən insanlara mən bir metod demək istəyirəm. Kim ki istəyir cavanlar dəyişilsin, ağsaqqal oturub ancaq hara çatır görür məni, bir neçə nəfər var. Cavanların dalıncadan, filan cavanı gördün, belə elədi, filan cavanı bugün hörmət qalmayıb, ağsaqqala hörmət eləmirlər, böyük kiçik qalmayıb.
Nə qədər böyüyü hörmət eləyən ağsaqqallar var, uşaqlar var. Niyə onları görmürsən? Niyə məsələn böyük görəndə dəyər verən uşaqları görmürsən? Niyə onları təqdim eləmirsən, ancaq pislərin tənqidi ilə məşğulsan? Uşaq da baxır, görür ki, mən yaxşı da oluram qardaş, elə ancaq pisləri tənqid edirlər. Yaxşını təqdim elə də. Denən filankəsin oğluna bax, gör necə savadlı, ədəbli, əxlaqlı, mərifətli, təqdim elə. Qoy uşaq görsün ki, bax, savadlı oldum, hər yerdə adım çəkilir. Təqdir eləyirlər, təqdim eləyirlər, dəyər verirlər. Yoxsa elə otur pisləri pislə, heç nə düzəlmir. Sən dəyərli olan, Quran deyir ki, haqq gəldi, batil getdi. Sən batilin getməsini istəyirsənsə, batili tənqid eləmə, getməyəcək. Sən haqqı gətir. Haqdan danış, düz olanı təriflə, düz olan haqqında fikir bildir. Nə qədər gözəl müəllimlər var, savadlı müəllimi tərif elə, həmin o savadlı müəllimin tərifi savadsız müəllimə ən böyük tənqiddir. Ən böyük tənqiddir. Sən hər sahənin ən yaxşı olanını təqdim elə, tərif elə, dəyər ver. Görəcəksən ki, yavaş-yavaş istiqamət dəyişdi onlara tərəf. Biz ilişmişik pislərin tənqidində, pisləri ələ salmaqda, pisləri gündəmdə saxlamaqda. Pisləri gündəmdə saxlayan kimdir? Biz özümüz. Hamı pisləri gündəmdə, hamıda bir dənə şey var, şikayət edir. İndi heç kimə etibar yoxdur. Ağsaqqal məsləhət verir mənə. Bala, indi heç kimə etibar yoxdur. Bu sözdür, bu ağsaqqal yaraşan sözdür. Bu insan deyə biləcəyi sözdür. Bu nə sözdür sən deyirsən? Sən bütün insanlığın haqqına girirsən bu sözlə. Nə qədər etibarlı insanlarımız var, dəyərli adamlar var, qeyrətli adamlar var, sözü bütöv insanlar var. Sən kimsən ki, deyirsən ki, bütün insanlar xarab olub, indi heç kimə etibar yoxdur. Utanmırsan cəmaatdan, utanmırsan Allahdan, utanmırsan özündən, öz xalqından, öz kəndçilərindən ki, hamının adından belə söz deyirsən. İndiki cavanlar hamısı pozulub. Ay, yalansa Allah lənət eləsin sənə, cavanların hamısı pozulubsa. Mən sənə nə qədər dəyərli, əxlaq ədəbi olan cavanlar sahib gətirərəm. Niyə haqqına girirsən o cavanların? Niyə millətin gözünə kül üfürürsən ki, sən pissən, düzəlməyəcəksən, sən elə belə gəlmirsən, belə də gedəcəksən. Elə deyil axı, inkişaf da var, gözəllik tərəfi də var, yaxşı tərəflər də çox deyə, bildiyimizdən də çoxdur. O gün biri mənə deyir, bir nəfəri görsədir mənə, deyir, bir adam yoxdur, hə, buna cavab versin. Deyirəm, qardaş, 10 nəfər alim adı çəkərəm sənə, ona cavab verib, hanı, sən görməmisən. Sən axta, sənin gözün qalıb ancaq pisdə, sən başı bir TikTokdan ayır, arada bir elmi camiyənin də içinə bir göz at ginən, bax gör, nə qədər bizim dəyərli alimlərimizin gözəl xütbələri var, cavabları var, elmi, fəlsəfi, akademik yüklü söhbətləri var. Sən qalmısan onun içində, elə bilirsən ki, cavab verən yoxdur. Var özdə nə qədər lazımdır var. Sən amma görmürsən. Sən elə bilirsən heç kim cavab vermir. Hamı savadsızdır, heç kim bunu bacarmır. Kifayət qədər gözəllikləri tərənnim, təbliğ eləyən insanlarımız var. Dəyər vermək lazımdır. Onların qiymətini bilmək lazımdır. O insanların təqdimatı ilə məşğul olmaq lazımdır. Deyir, indi kitab yazanların da hamısıdır. Bu bir də əlində kitab saxlayıb, o da hardansa tapıb. Deyir, bu nədir? Açdım, oxudum, gördüm ki, lağlağıdır burada hər şey. İndikilər də elə bundan artıq nə yazacaqlar? Kitabı verir mənə. Dedim, gəl bura, gəl bura. Gəl mən də sənə görsədim Rövşən Abdullaoğlunun yazdıqları kitablardan. Gəl sən də onları oxu. Ölkəmizin yazarıdır da. Gəl sən də onun əsərlərinə bax. Niyə bir dənə pisi görüb dedin ki, hamı bu gündə yazır? Baxır sifətimə. Deyirəm, oxumusan bu kişinin yazdıqlarını, tərcümə elədiklərini, şərhlərini, deyir, yox. Deyirəm, onda niyə deyirsən ki, hamı bu gündədir? Və niyə belə eləyirsiniz də? Niyə damğa, peçat vururuq, möhür vururuq xalqın altından ki, biz hamımız bu gündəyik? Niyə özümüzü öz əllərimizlə batırırıq? Deyirik, bizdən adam olmaz. Valla bizim andollaha dünya çapında, dünya miqyasında elmə, dərrakəyə, ziyaya, bacarığa sahib olan insanlarımız var. O insanların ilk növbədə xalq olaraq qiymətini bilməliyik. Gözləməyək kimsə dəyər verəcək. Biz dəyərləndirək. Birinci bax, sən, mən, biz insanlar. Biz dəyərləndirək, dəyər verdikcə də Allah da dəyərini artıracaq. Allah da qiymətini artıracaq. Və yadda saxlayaq bir şeyi heç vaxt unutmayaq. Yazid
Allah lənət eləsin və Ubeydullah ibn Ziyad, Ömər ibn Səd İmam Hüseynin başını xalqın əli ilə kəsdi. Xalqın əli ilə kəsdi. Xalq dəyərləndirməni düz eləməyəndə aləm qarışır bir-birinə. Xalq dəyərləndirməni, millət olaraq dəyərləndirməni düz etdiyi zaman ancaq qara şeylər danışır, ancaq lənət deyir, ancaq kimisə söyür, kimisə tənqid eləyir. Baxırsan, həyatdan soyuyur adam, həyatdan bezir adam, nifrət eləyirsən ki, ay Allah, bu nə dövranda düşmüşəm, bu nə ictimaiyyətdir mən düşmüşəm. Sonra şükür Allaha özün biraz o tərəfə baxırsan, görürsən, yox, ki, bunun dediyi kimi deyil, nə qədər yaxşı adam da var, səxavətli insanlar var, müdrik insanlar var, yazı pozu bilən, savad sahibi olan insanlar var. Bu dediyi kimi deyil, hamı qan içən deyil, hamı alçaq deyil, insaflı insanlar var kifayət qədər. Bu xalq deyildi 44 günlük müharibədə o möcüzəni yaradan. O ağsaqqalların qınadığı səhərdən axşama bunlardan bir şey olmaz dediyi uşaqlar deyildi 44 günlük müharibədə can qoyub torpaq alanlar. Səhərdən axşama pislədikləri uşaqlar deyildi onlar. 18, 19, 20 yaşında uşaqlar deyildimi ki, gedib onları pisləyən ağsaqqalları qoruyanlar? Axı məsələ belə deyil, heç vaxt belə yanaşmayaq, özümüzü hörmətdən salmayaq. Bunu demək istəyirəm. Müstəqillik böyük nemətdir, müstəqillik dəyərli nemətdir. Onun qədrini bilmək lazımdır. Müstəqillikdən yaxşı mənada istifadə eləmək lazımdır. Müstəqilliyin bizə yaratdığı fürsətlərdən düzgün istifadə eləmək lazımdır ki, o da bizə düzgün nəticələri vermiş olsun. Gözünüz heç vaxt pislərdə qalmasın. Pisdə gözünüz qalsa, o zaman heç nəyi dəyişə bilməyəcəksiniz. Həmişə gözünüzü yaxşıları görməyə alışdırın, yaxşı tərəfləri görməyi bacarın və yaxşı tərəfləri də görməyi bacardıqca, demirəm, pisləri tənqid eləməyək, tənqid eləyək, hər şeyi qədərində, bütün hər şeyi tənqid üzərində qurmayaq, bunu demək istəyirəm. Təqdir üzərində də qurmağı bacaraq bəzi şeyləri. Ona görə də Allah bu müstəqillik nemətini bizim əlimizdən almasın. Allah müstəqillik yolunda bu xalqın çətinliklərini asan eləsin. Tezliklə bizə, dünyamıza daha komfortlu, daha rahat, daha xoşbəxt, daha huzurlu bir dünya nəsib eləsin. Allah zalimların öz bəlasını elə öz əlləri ilə versin, hansı ki dünyamızın başına, insanların başına, bəşəriyyətin başına bəzi zülümləri gətirirlər. Allah onları tezliklə öz əlləri ilə cəzalandırsın və xalqın, millətin, bəşəriyyətin naminə iş görən, canın fəda eləyən, şam kimi əriyən insanlarımızın sayını çox eləsin. Allah məni kimiləri də onların qədrini bilməyi nəsib eləsin inşallah.